Həmişə boss'un qarşında hesab vermək, deadline-dan yorulmusan, eləmi? Ofisdə 3 saatdan çox işləyirsən, amma nəticə görmürsən. İndi təsəvvür et, artıq boss'un üçün deyil, özün üçün işləyirsən və daha çox qazanırsan. Ofisdən çıxıb sərbəst işləmək istəyirsənsə, bu video azadlığına ilk adımındır. Əgər həqiqətən trading öyrənmək istəyirsənsə, kanalıma abunə olmağı tövsiyə edirəm. Burada bazarın tam analizi, ticarət strategiyaları və işlək setupları var. Uğur üçün lazım olan hər şey buradadır. Qiymətin qırmızı hərəkətləri ortalamanı yuxarı keçdiyini gördük. Bu ənam trendin sonuna çatıb. Yüksəlişin başladığını göstərən siqnaldır. Bütün indikatorlar eyni istiqamətə siqnal verir. Mən yuxarı opsiyonu aldım. Dostlar, bu səfər məbləğində $400. Qiymət hərəkətləri ortalamanın üzərində səbitləşmək istəyir, amma uğursuz olur. Bu çox vaxt bazarda alıcıların zəif olduğunu və trendin dəyişə biləcəyini göstərir. Vortex indikatoru ayıların gücləndiyini göstərir. Mən aşağı opsiyona daxil oldum. Təəssüf ki, bazarda volatildə azaldı və vaxt kifayət etmədi. Əməliyyat məhvi bağlandı. Bu arada mənim Telegram kanalım var. Orada real setuplar və əməliyyatların təhlilini paylaşıram. Söhbət uzatmadan, yalnız isə yarayan məlumatlar, nəticələrini yaxşılaşdırmaq istəyirsənsə, qoşul. Dostlar, gedək davamına. Bu səfər məbləğində $876. Əvvələ ki, vəziyyət dəyişməyib, eniş trendi devam edir və indikatorlar bunu təsdiqləyir. Mən yenidən aşağı opsiyona daxil oldum. Trendin davam edəcəyini gözləyirəm. Dostlar, məbləğində indi $500-dır. Qiymət hərəkətli ortalamanın altına düşür və Bollinger zolaqları aşağı istiqamətli hərəkətlərin mümkünlüyünü göstərir. Vortex də aşağı siqnalı verir. Mən short mövqeyi açıram, amma yenə də vaxt çatmır və opsiyon mənfi bağlanır. Vaxt amili əvvəlki əməliyyatına uğura mane oldu. İndi yenidən aşağı opsiyona daxil oluram. İndikatorlar enişi təsdiqləyir. Bu dəfə hərəkətin baş verməsi üçün vaxt kifayət olmalıdır. Trendi vizual olaraq müəyyən edirik, hələ də eniş davam edir. Hərəkətli ortalamalar müqavimət rolunu oynayır. Vortex də aşağı siqnal verir. Mən ümumi tendensiyaya uyğun olaraq opsiyonu aşağı istiqamətə açdım. Qiymət hərəkətli ortalamanın üzərində sabitləşə bilmir. Bu da aşağı istiqamət üçün siqnaldır. Vortex də short istiqamətini təsdiqləyir. Amma Bollingerin alt həddindən dönüş baş verir və gözlənilmədən böyük alıcı bazara girir. Nəticə opsiyon mənfi bağlanılır.
Əgər sənə işləyən setuplar, bazar analizi və uğurlu əməliyyat nümunələri lazımdırsa, kanalıma abunə ol. Effektiv trading üçün əsas məhəmləri orada paylaşacağım.